Ağsurancalar kənd sakini Mikail Zeynalov kənd ərazisində yerləşən su kanalının Səlaməddin Əhmədov tərəfindən yararsız vəziyyətə salınması ilə bağlı kanalımıza müraciət etmişdir. Məsələni araşdırmaq üçün qarşı tərəflə əlaqə saxladıq və mövqeylərini öyrənmək məqsədi ilə hadisə yerinə yollandıq. Cəlalır kənd sakini Səlaməddin Əhmədov bildirdi ki, uzun illərdir kənd ərazisində mövcud olan su kanalının vəziyyəti hər kəsə məlumdur və bu ərazi bataqlıq xarakteri daşıyır. Onun sözlərinə görə kanala şluz vasitəsilə daxil olan su məhdud şəkildə axır və kanalın daşma ehtimalı yoxdur. Səlaməddin Əhmədov əlavə edib ki, yaşayış sahəsindən keçən kanalın hissəsi şəxsi vəsait hesabına təmizləyərək yenidən bərpa olunub. O, qarşı tərəfin səsləndirdiyi iddiaların tamamilə əsassız olduğunu vurğulayıb. Məsələ ilə bağlı daha ətraflı məlumatı video süjetimizdə izləyə bilərsiniz. Vaxtınız xeyir olsun. İlk öncə özünüzü təqdim edərdiniz. Əhmədov Səlaməddin Qadiroğlu, Ağsuran Cəlalır kəndi. Səlaməddin bəy, bir neçə gün bundan öncə Mikail Zeynalov sizin əhtiyanı sahəsinin kənarında olan su kanalının qırağına gələrək sizlə bağlı bəzi iddialar irəli sürmüşdü. Həmin iddialarla bağlı nə deyə bilərsiniz? Fikirləriniz necədir? Məlumatım var. Həmin o kanal Əyriçay, Ağsu çayın qolu olaraq Əyriçay adlanır. Çox qabaqlar o çayın səmti dəyişilib, başqa ərazidən gedir. İndi ora qamışlığa, bataqlığa çevrilir. Səlaməddin bəy, Mikail Zeynalov iddia edirdi ki, ərazidə su kanalı kiçildilib və həcmi azalıb. Bununla bağlı nə deyə bilərsiniz? Siz çəkiliş yapardınız, kəndin giriş hissəsində və çıxış hissəsində həmin arxın vəziyyətini gördünüz. Bataqlıq, qamışlıq, bir pis vəziyyətdə. Mən isə həmin su tutarının yanında təmizləmişəm, əvvəlkindən daha yaxşı vəziyyətə salmışam. Su tutarının yaradılmasında məqsəd nədir? Bilirsən, qazanalım, dövlət hər bir tədbir yaradıb bizim üçün. Mənim 50 hektar bu sahəm var, həmin sahəni bu su tutarı ilə suvarmaq məqsədim var. Ondan sonra da ki, həmin sahədə mənim narbağlarım var. Fikrim budur ki, isti aylarda istifadə edib burada sahələrimi suvarım. Dövlətimiz hər bir şərait yaradıb bizim üçün. Sahibkarlara hər cürə köməklik göstərilir, subsidiya verilir, kredit verilir, hər bir şərait var. Mən də bu dövlətin yardımlarından istifadə edərək burada sahələrimi suvarmaq üçün su tutarı yaratmışam.